birdən 4 atlı ərəbin gəldiyini gördüm. Onlardan qabaqda gələn yaşca cavan olanı ay kimi nur saçırdı. Üç nəfər isə onun arxasıyla gəlirdi. O 3 nəfərdən biri ağsaqqallı bir qoca idi. Gördüm ki, o cavan gəlib mənim qarşımda dayandı. Mehriban bir nəzərlə mənə baxıb salam verdi. Mən də salamın cavabını verdim. Birdən o cavan salamdan sonra mənə öz adımla müraciət edib buyurdu: İsmail, nə olub sənə? Dedim, ağa, ayağımdakı bu yara məni çox incidir, narahatam. Həkimlər də müalicəsindən acizdirlər. Gördüm, ağa elə atın belindən əyilib, sağ əlini paltarın üzərindən yaranın üstünə qoyub, onu azca sıxdı. Buyurdu: İsmail, inşallah ayağın sağlar. Sonra atını sürüb getməyə başladı. 2-3 addım getməmişdi ki, arxasınca gedən qoca məni öz adımla İsmail, tanımadın? Deyə səslədi. Dedim, yox. Dedi, ağamdır. Dedim, ağam kimdir? Dedi, İmam Zamandır. Qaçıb atının üzərisindən yapışdım. Buyurdu: İsmail, qayıt. Dedim, qayıtmaram. Ağa buyurdu: sənə deyirəm, qayıt. Dedim, qayıtmaram, ağa. 3-cü dəfə yenə buyurdu. Birdən o qoca üzünü mənə çevirib dedi: İsmail, niyə həya eləmirsən? İmamın 3 dəfə sənə qayıtmağını əmr elədi. Bəs sən nə üçün itaət eləmirsən? Nagahan ayıldım ki, vəzifəmə əməl eləməliyəm. Fikirləşdim ki, düz deyir. Dayandım, amma necə dayandım? Cismin yerində dayanmışdı, ancaq ruhum ağa ilə gedirdi.